Son günlər dabaq xəstəliyi barədə yayılan xəbərlər ətin və süd məhsullarının keyfiyyətinə dair narahatlıqları artırıb. Təhlükə realdır, çünki dabaq virusu yalnız heyvanları deyil, onların məhsullarını ən əsası isə insanları yoluxdurur. Qeyd edək ki, oktyabrın 25-nə kimi ət bazarlarında müəyyən məhdudiyyətlər tətbiq olunub. Bu addım xəstəliyin yayılmasının qarşısını almaq məqsədi daşıyır. Əsas məhdudiyyətlər isə diri heyvanların alqı-satqısı və onların bazarlara çıxarılması ilə bağlıdır. Maraqlı məqamlardan biri isə bu məhdudiyyətlərin ət satışına birbaşa təsir edib etməməsidir. Bu sualın cavabını öyrənmək üçün biz də yolumuzu paytaxt bazarlarından birinə saldıq. Bazarda vəziyyət təxminimizdən fərqlidir. Müştəri sıxlığı azalmayıb, alıcılar yenə də növbədədir. Bəs görəsən, onlar ətin keyfiyyətini necə müəyyən eləyirlər? Etibar elədiyim yerdə Allah, mən birinci. İkinci də özüm ət tanıyanım. Rəngindən bilinir bu nə ətidir. Birinci növbədə əti elə adamdan alıram ki, tanıdığım olsun ətçi. Mən bu da əti almıram, mən xoşlayıram can əti alım. Sonra qabırğanın üstündə olan ətə ya da qabırğanın özünü alım. Mənim atam o mənə öyrətmişdi ki, hansı əti alasa. Onu fərqləndirməyə onu gərək veteran baxsın, piçatını qoysun. Adi insan baxa bilməz ət. Prosta svejiliyindən tapmaq olar. Ciyardan asılıdır. Ciyarı xəstədir, sözlə ki, ət də yaxşıdır. Sorğu zamanı müşahidə etdik ki, alıcıların böyük əksəriyyəti üçün əsas keyfiyyət göstəricisi etibardır. Qəssabların dediyinə görə müştəri inamı bazarda ən güclü nəzarətdir. Əsas odur ki, inam var. Müştəri bizə inanır. Qəssablar onu da deyir ki, ətin keyfiyyətini ölçməyin bir neçə aydın meyarı var. Ətin rənginə bax, şəffafdır. Dən bura baxın. Bax, şəffafdır. Görəndə hər şey hiss olunur. Yəni, köhnə olanda, məsələn, rəngindən hiss olunur. Xəstə olanda, məsələn, rəngi biraz boğuluq hiss olunur, qara hiss olunur. Üstünün dərisindən bilinməlidir. Yağına baxanda sarılıq olarsa. Bunu da həkim kontrolundan keçir, həkim yoxlanılır. Bundan əlavə bazarda da yoxlanılır. Qida təhlükəsizliyi qaydalarına əsasən bütün ət və süd məhsulları yalnız baytarlıq arayışı və möhürlə satıla bilər. Satıcı bu sənədləri təqdim etməli, alıcı isə diqqət yetirməlidir. Ekspertlər xəbərdarlıq edir ki, yoluxmuş ət bişirildikdə belə təhlükəsiz sayılmır. Çünki dabaq virusu istiliyə tam davamlı ola bilər. Bunu müəyyən etməyin yollarını isə ekspert belə izah edir. Dabaq və ya başqa hər hansısa bir deyək ki, infeksiyaya yoluxmuş ətdən isə harasa turşvari bir turşuya bənzər, belə də çürük, kəskin bir qoxu, ağır qoxu olur. Təzə və sağlam ətin əsasən səthi quru, az rütubətli olur. Barmaqla bəzən basanda izi tezini itir. Amma deyək ki, o virusa yoluxmuş ətdə isə yapışqanlı olur. Keyfiyyətli süd, azca da olsa qatı və hamar olur. Yəni belə deyək ki, axıcı krem kimi olur. Amma durudur təbii ki, su kimi axırsa və ya deyək ki, bu da bunu göstərir ki, su qatılıb və ya tərkibi, yağ tərkibi azaldılıb. Bu onun göstəricisi ola bilər. Məsələn, süd çox laxtalı və yapışqan halda olarsa, bu da onu göstərir ki, bu turşuma başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə hazırda ölkə üzrə ət və süd məhsullarının təhlükəsizlik monitorinqləri gücləndirilib. Agentlik vətəndaşlara yalnız rəsmi yoxlamalardan keçmiş sertifikasiyalı məhsullar almağı tövsiyə edir. Qurumun açıqlamasında bildirilir ki, dabaqla bağlı risk zonalarında satışa çıxarılan məhsullar tam laborator nəzarət altındadır və hər hansı yoluxma faktı aşkarlandıqda satış dərhal dayandırılır. Bazarın səs-küyü arasında hər kəsin bir üsulu var. Kimi rəngə, kimi qoxuya, kimi satıcının sözünə inanır. Amma sağlamlığın resepti təkdir. Möhürlü, yoxlanılmış və etibarlı məhsul. Nəzrin Elxan, Sadiq Məmmədov, Bizim Media. Buyurun.